Bəbir müəllim, yaxşısınız? Bilmirəm. Mən sizi başa düşürəm. Doğrudan qızım. Doğrudan məni başa düşürsən. Bəli. Xavər xanımın getməyi sizə çox pis təsir eləyib, bilirəm. Bütün ömrüm boyu əziyyət çək, ailə qur. Ailənin bütün isteklərini qarşıla. Onlar üçün çalış, vuruş. Axırı da belə. Qal. Ey həyat. Həyat çox ədalətsizdir qızım, çox. Bəlkə ədalətsiz olan biz özümüzük. Bəs onda niyə biz heç nə edə bilmirik? Hə qızım? Yəqin ki, özümüz heç nə eləmək istəmirik ona görə.